Bu əlbəttə Rus dövlətinin biabırçılığıdır. Bu biabırçılıqdır. Bunun başqa adı yoxdur. Bu siyasi, geosiyasi, tarixi, insani mərifətsizlikdir. Bunun adı başqa cür deyilə bilməz. Azərbaycanda hər kəs bilir ki, Azərbaycanın kəndlərin, şəhərlərin 965 yaşayış məntəqəsini Rusiya Ermənistanla birlikdə işğal edibdir. Hər kəs bilir ki, Azərbaycanın 44 günlük savaşda Ermənistan üzərində sözsüz qələbəsi Rusiyanın heç arzulamadığı bir senariydi. İndi Azərbaycanın özündə də dəb olan bir fikir vardır ki, güya Rusiya bizə yol verdi deyə biz işğalasyon qoyduq. Qətiyyən bu fikirlərlə mən razı deyiləm. Azərbaycan dövləti, Azərbaycan prezidenti özünün prinsipial mövqeyin qoydu ortaya. Və heç kəs Azərbaycana qarşı o dövrdə gələ bilməzdi. Azərbaycanın öz gücü, qardaş Türkiyənin gücü, bizim birlikdə göstərdiyimiz müqavimət və Rusiyanın bu məsələyə açıq, aşkar şəkildə müdaxilə edə bilməməsi. Bunu güzəş kimi malalamaq Rusiyanın Azərbaycandakı casus şəbəkəsinə ötürdüyü mesajlardır. Azərbaycan özü azad etdi. Rusiya o dövrdə Azərbaycana qarşı açıq-aşkar gələ bilməzdi və bu tarixi faktlardır, tarixi həqiqətlərdir. Amma gizlində, arxadan, ikiyüzlülüylə Ermənistana yardım etməkdə davam elədi. Azərbaycanın şərəfli ordusu isə 44 gün içərisində Ermənistanın altın üstünə çevirdi. İşğalçıları bizim ərazimizdən çaqqal sürüsün qovaladı, çıxartdı. Bu Azərbaycan ordusunun, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Ali Baş Komandanımızın qələbəsi idi. Bunu şübhə altına almaq, Putin izin verdi, çəkincəklik göstərdi. Qətiyyən bu nağıllara inanmayın, əziz həmvətənlər. Heç bir zaman Rusiya Azərbaycanın qələbəsi üçün barmağın barmağına vurmaz. Heç zaman. Unudun belə şeyləri. Onu Rusiyanın Azərbaycandakı casus şəbəkəsi buraxır. Bu Rusiyanın tezisləridir. Azərbaycan prezidenti əks hücuma qərar verəndə hər kəs bilirdi ki, Azərbaycanın gücü var, milli birliyi var, xalqla hakimiyyətin sözsüz birliyi vardır, həmrəyliyi vardır və Azərbaycan xalqı 200 illik savaşa son vermək üçün qərarlı idi. Nə Putin, nə Kreml hakimiyyəti. Kim bizə yol verdi? Bu sərsəm bəyanatları, sərsəm fikirləri unudun. Rusiya bugün Azərbaycan ərazisini mübahisələndirməyə hazırdır. Hər zaman söyləyirəm. Ermənistan Azərbaycanla bütün düşmənçiliyindən vaz keçsə Rusiyadan vaz keçməyəcəkdir. Anlayın bunu. Bir dəfəlik. Heç zaman Vanya dayı Xoreylə Məmmədin qonşuluğuna, dostluğuna, səmimi münasibətinə imkan verməyəcəkdir. Bunu Lavrov göstərir. Özü də baxın, necə özündən arxain bir şəkildə sanki Ukraynada artıq Rusiya qələbə çalıbdır. Bunlar artıq gəlib Güney Qafqazın ərazisində dirijor çubuğu ilə idarə edə bilərlər deyə bəyanat səsləndirir. Utanmadan, çəkinmədən ki, Azərbaycanda onun verdiyi bəyanatları eşidirlər, oxuyurlar. Hər kəs bilir ki, Azərbaycan əraziləri Rus silahı ilə, Rus qoşunu ilə, Rus tankları ilə, Rus qırıcıları ilə işğal edilibdir. Bunu hər kəs bilir. Bunu bilməyən mi var? Azərbaycanın 1 kvadrat santimetr ərazisi mübahisəli ərazi sayıla bilməz. Bunu nə Lavrov, nə Putin, nə ondan sonraki Putinlər heç biri söyləyə bilməzlər. Tam əksinə. Azərbaycandan qoparılmış ərazilər geri qayıdacaqdır. Bunun eri geci vardır. Allah haqqın yanındadır. Heç zaman haqsızlıq ayaq tutub yeriyə bilməyəcəkdir. Rusiya enində sonunda Sovet İttifaqında törətdiyi vəhşiliklərə görə Sovet İttifaqını itirdi. Ondan öncə Çar Rusiyasını itirdi. İndi də
bu federasiya adlandırılan Rus imperiyasını itirəcəkdir. Çünki əbədi haqsızlıq, əbədi şər, əbədi müharibələr, savaşlar, bütün dəyərlərə qarşı, dilə qarşı, dinə qarşı, milli kimliyə qarşı, dövlətçiliyə qarşı mübarizə nəticə verə bilməz. Dünyanı Putin deyil, Allah idarə edir. Haqq idarə edir. Heç bir zaman haqqın uduzacağın heç bir kəs ağlına belə gətirməsin. Bir dəyərin ki, arxasında Allah dayanır, o dəyər heç zaman məğlub olmaz. Azərbaycan hər zaman haqlı olubdur, bugün də haqlıdır. Azərbaycan öz ərazilərini işğaldan azad edibdir. Lavrovlar nə moizə oxuyurlarsa oxusunlar, Azərbaycanın heç bir ərazisi, bir qarış belə ərazisi mübahisəli ərazi deyil. Bu, Lavrovun əlbəttə birinci erməni olduğun, ikinci isə Rusiya kimi yırtıcı, agresiv bir dövlətin Xarici İşlər Naziri olduğun bir daha ispat elədi. Əgər kimsə Azərbaycanda sayıqlığını itirib, Rusiyanın müttəfiq olduğuna inanırsa, yuxudan ayılın. Rusiya nə normal qonşu deyil, nə müttəfiq deyil, nə dost deyil, nə bizimlə barışacaq deyil, nə bizi sevəcək deyil. Rusiyanın beynində bir deviz vardır. Bütün yer kürəsini işğal edib insanlara cəhənnəm yaşatmaq.